Hamınıza salam değerli YouTube izləyicilərim. Bugün sizlərlə gözlədiyiniz həmin video gələcək. Çox sağ olun ki 42 abunə gəldi sizlərlə birlikdə. Mən dedim ki 2 günə dedim etdiniz abunə məni. Çox sağ olun. Çox təşəkkürümü bildirirəm sizə ki 40 abunə elədi. Hətta 42 oldu. Keçdi abunəni. Mən 2-3 gün bundan qabaq hətta 22 abunə idim. İndi elədiniz məni 40 abunə. Çox təşəkkürümü bildirirəm sizə. Bugün cücələrə ördəklərdən fərqli. Bugün ördəklərə aid video gələcək. Keçirik ördəklərin yemlənməsinə. Baxın, burada buğdalarımız yetişib artıq. Çit vurub. İndi ondan da düzələcək. Çıxacaq. Burada yemimiz var idi, islanmış. Ördəklərimizə də indi yemlərini verəcəyik. Budur, indi buna biraz da yem qatırıq. Baxın, belə yemdir. Adi yemi idi. Qarğıdalı bir də bahalı bu kəndki yemidir. Kilosu 2 manat alınıb. Onunla çörək qatdıq. Ona daha az miqdarda verilməlidir çörəyə qatılıb. Çünki tərkibində daha çox mineral aldığına görə təsir edə bilər. Ona görə çörəyə qatılır. Əlavə qidalar qatılır. Daha gücləndiricidir də. Şimdi aparaq ördəklərimizə yemək verək. Video cücələrə aid deyil. Ona görə cücələrə heç nə göstərilməyəcək. Gəlin, baxın, belə yedizdirək. Baxın, cücələr imkan vermir. Qıraqda verək. Vid. Baxın, burada belə verək. Belə qabın içində veririk, kruşka qabın içində. Burada yeyəcəklər. Çörək daha doyuzdurucu olduğu üçün, amma az verilməlidir, doyuzdurur. Bir ayda məsələn 6-7 dəfə verilməlidir ki, çörək həm yağlı var, tərkibində maya var, duruc. Tərkibində maya olduğu üçün çox olmaz vermək. Belə yerlə və ördəyə baxmağın 10 qızıl qaydasını deyəcəm sizlərlə. Bu əvvəlki səhifəmdə paylaşmışdım, amma çox bir sürə paylaşmadığım üçün video, daha doğrusu 4, 5, 6 gün abunələr azaldı. Birdən-birə videoya baxış gəlmədi, yeni səhifə açıldı. İndi isə sizə ördəyə baxmağın 10 qızıl qaydasını deyəcəyim. Ördəyə baxmağın 10 qızıl qaydasından birincisi odur ki, ördəklərə daha təmiz su verilməlidir. Çirkli su verilərsə, ördəklərimiz ölmə ehtimalı var. Yəni, 1 dəfə, 2 dəfə, 3 dəfə, 4 dəfə heç nə olmur. Aralıqsız verərkən ola bilər, amma heç verməmək çirkli su daha tövsiyə olunur. Məsələn, evdə olmursunuz, su çirkli oldu, hə, o olar, məsələn, bilmirsiniz də. Amma yox, bilə-bilə çirkli sudur, ördəkdir, olmaz. Ördəklərə daha təmiz yem verilməlidir. Yem, su. Çünki bunu bütün fermer saxlayanlar bilir. İkincisi, ördəklərə təmiz su verilməlidir. Niyə? Çünki ördəklər parazitlərini orada təmizləyir. Əgər parazitlərini təmizləyə bilməsə, bu parazitlər onları öldürə bilər. Qalanını da beləcə verib balaca ördəklərimizə. Çirkli, natəmiz su, natəmiz yem verilərsə, parazitlərin təmiz suda verilməzsə, öz parazitlərini təmizləyə bilməz. Və beləcə ördəklərimiz ölə bilər. Parazitlər var, o parazitlər suda olur. Bax, məsələn, görürsünüz, nə dərəcədə görürsünüz? Baxın, parazitlər doğdu bunun içində. Biz indi bunu boşaldırıq. Burada da vannamız var. Baxın, bunda heç içilməyib. Burada da çirkli suyumuz var, quyudur. Bunu indi boşaldacağıq. Buradan kanalizasiya var. Bunu boşaldır, yerinə təzə su tökəcəyik. Ördəklərimiz də yem yediyinə görə artıq videoda daha ətraflı sizə video deyil. Məlumatlandıracağım. Ördəklərə yem necə verilməlidir? Gündə 3, 4, hətta 5 dəfə. Çünki ördəklərə yem nə vaxt ac oldu, onu da vermək lazımdır. Gündə 3 dəfə verirsiniz, ondan da əlavə 2 dəfə, 3 dəfə verirsiniz. Əgər acıyarsa, toxdursa, məsələn, yeməyəcək.
Gördünüz ki, ördək aralıqsız qışqırır. Bu onun adətidir. Varlı səsli ördəklərin, vat-vat ördəklərin adətidir ki, qışqırsınlar. Amma aralıqsız qışqırarsa, deməli ya acdır, ya susuzdur. Məsələn, biz bir dəfə evdə olmamışıq, ördəklər qalıb otluqda, sahəlikdə, orada da video çəkəcəm, çəmənlikdə. Çıxa bilməyib daşın üstündən, qalıb ölüb susuzluqdan. Qışqırıb, hay eləyib, qışqırıb, eşidən olmayıb. Ona görə suyu həmişə qabağında olmalıdır. Hara aparırsınız, aparın, su ördəyin yanında olmalıdır. Bunlar məsələn, baxın, cücələrin suyunu çirkləndirir. Amma yenə su tökülür təmiz. Çünki cücələr də içir bunu. Bunlar heç olmasa çimir çirkli suda, arabir içir. Amma cücələr içir bunu, ölə bilər, tez ölə bilər. Çünki cücə zəifdir. Ördəklər isə cücələrə, hinduşkalara nisbətən daha güclü olurlar. Amma qaz daha da güclüdür qaz. Qazda sadəcə enli yer lazımdır, böyük yer lazımdır. Çünki qazın ürəyi sıxılır. Məsələn, biz belə yerdə saxlasaq, qazı belə bir sahəlik yerdə, burada öləcək. Çünki daha dardır. Çox isə qazları öz bağında saxlamır. Çünki ağacları yeyir. Baxın, ördəklər baxın ağacları nə günə qoyub, ona görə sahəyə çıxardılacaq. Həm böyük olsun, həm də yeməz. Zoğal bir neçə ağacları yeyir. Baxın, burada fındıq ağacı var. Fındıq ağacı artıq, baxın, yarpaqları qurumağa doğru gedir. Baxın, çünki yeyiblər. Yarpağın yedikcə yaşıllığı itir ağacın, quruyub, ağac quruyur, ölür. Ona görə ağaclar onların daha çox sevdiyi qida mənbəyidir, olmaz. Artıq yerdə saxlanmalıdır. Yeri artıq olsun da, çox olsun. Dördüncü qızıl qayda odur ki, ördəklərə yem həmişə vitaminli yem olmalıdır. Böyüyəndə isə buğdanı daha bir dəfəlik vermək olmaz. Həmçinin cücələrə də aiddir. Yemi verirsiniz aralıqsız, sonra buğda verirsiniz böyüyəndə 6-7 aylığından. 2 ayından sonra verirsiniz buğda. Olmaz. Sadəcə buğda bir ayda verə bilərsiniz, 30 günə verə bilərsiniz 10 gün, 15 gün. Qalanına 20 gün, qalanına verəcəksiniz vitaminli yem. Çünki buğda bilirik ki, buğdanın tutumu azdır. Onu yeyəndə vitamini aşağı düşür. Artıq vitamin yeyib baxıb balaca onda. Vitamini aşağı düşür və zəifləyir. Böyük tutumlu yeməklər verməliyik. Məsələn, vitaminli kənd 2 yemi. Kənd 2 yemi vəhşi tutumludur və bir yem də var. 10 kilosu bahadır. Ondan daha az verilir. Baha olmağına nisbətən yox. Sadəcə güclüdür. İçindəki, tərkibindəki yağlılıq, qarğıdalı, vitamin səviyyəsi güclüdür. Hətta aşıb şişə bilər. Məsələn, broiler toyuqlarına elə yem verilir. Broiler toyuqlarına elə yem verilir ki, daha tez böyüsün, tez böyüyür. Amma bu belə cücələrə tez böyüsə, bir o qədər də onu yeyəndə, yumurtasını yeyəndə zərəri ola bilər. Ona görə tövsiyə odur, elm. Tövsiyə olunmur. Bunlar baxın burada çirkli suda çimir. Ancaq biz bunları çıxardırıq. Ördəklər çirkli suyu da çevir. Amma olmaz. Biz indi buranı videodur, boşaldacağıq videodan sonra. Baxın, belə təmiz suya aparılır. Ki, təmiz suda çimsinlər. Çirkli suda çimən dərsə, təbii ki, onun üçün parazitdir. Daha da parazitlər itirmək əvəzinə daha da qazanar. Parazitləri öz bədəninə yetirər. Ona görə olmaz. Arada da biz həftədə 2 dəfə ördəklərimizə baxın belə vitamin veririk. Məsələn, meyvələr dəri veririk. Meyvə olan vaxtı, meyvənin olduğu vaxtı. Belə atırıq qabaqlarına. Baxın, yeyirlər. Görmədilər. Ataq qabaqlarına. Baxın, belə yeyirlər. Sadəcə qarışdırılır da, belə tək yemirlər. Biz bunu nə qədər sudan çıxarsaq, elə gəlirlər suya. Çünki ördək suyu sevir. Təmiz suyu da sevir. Çirkli suyu sevir daha çox. Ancaq, baxın hansı ördək. Çirkli suyu sevir. Ördək var, məsələn, lal ördək daha həssas ördək olaraq seçilir. Çünki lal ördəyin yumurtasına əl dəymək olmaz. Elə sortlar var ki, məsələn, Avropa cinsi sortlar, onlara əl dəymək olar. Yumurtalarına götürmək olar. Lal ördək tövsiyə olunmur yumurtalarını götürmək. 6-cı qızıl qayda odur ki,
Ördəklərin su qabısı tez-tez yoxlanılmalıdır. Hər hansı bir tiklilik olarsa, içində qurd olarsa tez dəyişilməlidir. 7-ci qızıl qayda: pişik, yırtıcı, it, qırğıdan qorunmalıdır. Çünki çoxlu ördək var idi bizdə. Yarısını 2də birini aparıb da, daha doğrusu. 50 dənə ördək var. Məsələn, 10 dənəsini aparıb bizdən. 50 dənə də. Ondan başqa da bala ördəklər var. Onu aparmayıb. Bala ördəklərdən əvvəl aparmışdı bunlardan. İndi 3 dənə, indi ayırmışıq onları. Balacaları ayırmışıq 50 dənədir. Bunlardan başqa. Onları da çəkib paylaşacağam. 8-ci qızıl qayda odur ki, ördəklərin hər gün yoxlanılmalıdır ki, necədir halı. Məsələn, asta yeriyir, yavaş, iştahsızlıq, bunlar yoxlanılmalıdır. 9-cu qızıl qayda odur ki, yay aylarında su qabı çox olmalıdır ki, tez-tez dəyişilməsinin suyu çirklilikdən də asılıdır. Həm də ki, su qızır, istilənir. Onun üçün içənməz ördək. İçə bilmir də, istidir yəni yay ayları. Amma qışda ola bilməz isti su. Çünki qışda olsuz da su soyuq olur. 10-cu qızıl qayda odur ki, ördəklərə çox yemək verilmənin səbəbi odur ki, ördəklərin qida borusu yoxdur. Cücələrdə var. Bunlarda pramol bağırsağa düşür, mədədən bağırsağa. Mədəyə düşür, oradan da həzm olunmur. Tez bağırsağa düşür. Yeməklər qida borusuna gedir. Qida borusuna getmir də, qida borusu yoxdur. Ona görə yem çox yeyirlər. Artıq 10 qızıl qaydasını, ördəyə baxmağın 10 qızıl qaydasını, ördəyə baxmağın 10 qızıl qaydasını da dedik və bir videonun sonuna da çatdıq. Artıq biz 42 abunəyi 43-ə keçirik. 50 abunə olarkən isə daha tez-tez videolarımız gələcək. Təbii ki, abunələrin gəlməsi də bu videolardan asılıdır. Mən nə qədər video maraqlı paylaşsam, o qədər abunə gələcək. Ümid edirəm ki, video xoşunuza gəldi. Əgər kimin xoşuna gəlmədsə, hər hansı bir əksiklik varsa yaza bilər yoruma. Amma mən bilirəm, xoşunuza gəldi. Çünki ördəyə bilmədiyiniz sirlər var. Qızıl qaydadır, sirlərini də indi deyəcəyəm. 50-60 abunədə də sizlərlə video çəkib paylaşacağam. Zəhmət olmasa kanala abunə olub like atmağı unutmayın. Bir videonun da sonuna çatdıq. Sağ olun, salamat qalın.